Kes kes qara bağrım köldə sallana bu dünyanın ay işi məkri var. Ayağalar, duran bəylər qazılar, kəs-kəs qara bağrım közə tutarlar. Bu dünyanın işi məkri hal olar, qiyamət pərdəsini uzatlarlar. Əzlərim, xəbər verdilər kənizlərə, artıq Məhəmməd xan Abbası məclisdə oxudur. Yenə ələş qalıb Gülgəz bəri. Ay Gülgəz bəri, öz dəst xəttinlə bir kağız yaz girəm. Qoy gedək bizə siyah pərdənin arxasında o aşıqa qulaq asaq. Onun səsini bəyəkləri biz xana baxçıda yayılmışdı dünyaya. Qardaş, taxtı səltənətini Allah uca eyləsin. İcazə verəsən, gələk siyah pərdənin arxasında biz də oturaq sənin aşığına qulaq asaq. Məhəmməd xan çox razı qaldı, belə razı qaldı ki, artıq Gülgəz pərinin gəlişi görüm Abbasa agahım olacaq, qəlbindəcə dolandırırdı. Eyni zamanda mənim bacım ikidən, birdən mənim belə minlərcə məclisim olub, hansına Gülgəz pəri icazə alıb və kağız yazıb istəyibdir? Hə, bu Abbas məhəbbətidir, bu Abbas həsrətidir. Gəlib, başındakı qızlarla siyah pərdənin arxasında oturub qulaq asırlar. Amma məclis əhli bilmir o pərdənin arxasında insan otduğunu. Amma onlar bütün məclis əhlini seyr edirlər. Gerisin mayalar dalıncan köşək, yaxşını, yamanı biz burada seçək. Ərbab yalan desə, yoxsul da gerçək, ərbabın sözünü sözə tutarlar. Məhəmməd xan işarə verdi ki, ay bala, burada bizim bu eldə, ovada və mənim sarayımda və mənim Təbriz əhlində ağla kamala qiymət verirlər. Məhəmməd xan, vəzirin duruşu, vəzirin hərəkəti bir balaca məclisə də uyğundur, bizə də uyğundur. Əhsən bərəkəllah, oğlum, düz başa düşürsən.
atasından ay sollasan. Merdin ay atasından sollasan. Penceredir kara boynum, teylesen, teylesen, teylesen. Abbas diyerek yüzünü kazan eylesen. Ahırını beş erşimde de sallar, sallar, sallar. Karıya gelmey, baktı kabına gelmedi. Ölçek İsmet oldu kara, gelmedi, 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 gelmedi. Mərd idi atasından sovlasan, xəncər alıb qara bağrım teyləsən. Abbas deyər ay vəzir